Maşınımız Panorama 211 kuza. Arka təkərlərin üstləri normadan artıq içəridir. Təkərlərin üstləri normadan artıq içəri olduğuna görə nə qədər razva eləsək də təkərlərin içərisini yemə ehtimalı var. Təkərlər içəridən yeyilməsin deyə indi təkərlərin üstlərini çıxardacaq bayıra lazım olan qədər. Sonra salacaq razvalar. Bir də qabağıma bir video çıxıb ki, biz maşını bir nəfər edirik. Bəzilər kimi 10 nəfər eləmirik. Bəli, biz də baxın, bir dənə maşını düzəldirik. Boşluqdur deyə hamı gəlib hələ bir tərəfdən köməklik eləyir. Belə bir şey var ki, maşın gələ 1 saata, saat yarıma bir dənə yüngül problem düzələ. Bir də var ki, maşın gələ ağır problem 15 dəqiqə, 20 dəqiqəyə düzələ. Hələ bir tərəfdən tez bazar. Həm müştərinin vaxtı getmir, həm bizim. Maşallah olsun, hamı canavar kimidir bizdə. Nə lazım olarsa, razval, balans, təkərlərin üstünün içəri olmağı, sappanın əyri olmağı, balkanın əyri olmağı, hamısını özümüz detal dəyişmədən də düzəldirik. Panoramamızı düzəltdik, arxa təkərlərin üstləri normadan artıq içəridir və nəzərinizə çatdırım ki, tək orada o banan qolu açmaqla, uzatmaqla düzəlmir. Orada əlavə işlər görürük, o da biz görürük. Tam ideal şəkildə hər iki təkərin üstünü çıxartıq çölə. Hər təkərin üstü əvvəl 1 santimdən çox içəri idi. İndi hər təkərin üstü hərəsi 4 milli içəridir. Bunun əla ölçüləri. Bundan təkəri yeməyəcək. Kimdə belə bir problem olarsa bizə yaxınlaşa bilər. Hal-hazırda panoramamızın arxasını düzəltdik ideal şəkildədir. İndi keçmişik qabağa. Qabağı düzəldirik. Qabaq ölçülərini düzəldəcək ki, maşınımızda ön və arxa təkərlərin heç biri içəridən yeyilməsin. Yəni vaxtından əvvəl yeyilməsin və düzgün yeyilsin. Təkərin bir qırağı yeyilib, bir qırağı qalmasın. Kimdə belə bir problem olarsa, razvalla bağlı kimin problemi varsa ümumiyyətlə yaxınlaşa bilər.